Değerli izləyicilər, mən Kamil Mösümov bu gün sizə yeni test toplusuna əlavə olunmuş fərqli sualların birinin mükəmməl bir izahını paylaşacağım. Yeri gəlmişkən burada sizin fikirləriniz çox önəmlidir. Deməli, mərkəzi O nöqtəsində olan çevrədə AC toxuna, D parçası AC paraleldir. Üçbucağın sahəsi 32-dir, çevrənin radiusunu soruşur. Deməli, gəlin çevrənin radiusunu qeyd edək, qeyd edirəm. R. İlk öncə O və C nöqtələrini birləşdirək. Və toxunma nöqtəsindən çəkilmiş radius toxunana perpendikulyardır. Onu da qeyd etdim. OD düz xətt parçasını uzadaq. Tam bu formada uzadıram. Və A nöqtəsindən həmən düz xətt parçasına bir perpendikulyar endirək. Bu da olsun tutaq ki H. Paralel düz xəttlər arasında qalan məsafələr bərabərdir. Yəni, bu məsafə elə bu məsafəyə bərabər. O zaman AH-ın da uzunluğu olacaq R. Digər tərəfdən üçbucağın sahəsi, bu gördüyümüz üçbucağın sahəsi əslində nəyə bərabər? Tərəf və bu tərəfə çəkmiş hündürlüyün hasilinin yarısına bərabər. O zaman sahəni qeyd etsəm olacaq R, vurulsun R bölünsün 2 bərabərdir 32-yə. Buradan tapıram R vuru R, yəni R'in kvadratı bərabərdir. 32 vur 2, 64. R kvadrat 64-dürsə, R bərabərdir 8-ə. Deməli, çevrənin radiusu 8-ə bərabərdir. Həqiqətən mükəmməl bir sual tipi idi və yenidən blok imtahana düşə bilər.